1887-ci ildə böyük mesenat və sənayeçi Hacı Zeynalabdin Tağıyev başda olmaqla 6 nəfərdən ibarət investor qrupu Atlı Dəmir Yol Səhmdar Cəmiyyətini təsis etdi. Cəmiyyətin ilk sədri də məhz Tağıyev oldu. Sistemin qurulması üçün ilk ildə 52.000 rubl vəsait ayrılmışdı. Tikinti işlərinə əvvəlcə Rothschild rəhbərlik edirdi 1890-cı ilə qədər. Daha sonra isə bu işi Rijans davam etdirdi və nəhayət 1889-cu ilin 7 aprelində Bakıda ilk Konka xətti rəsmi fəaliyyətə başladı. Bu tarix sadəcə bir xəttin açılışı deyil, Bakının relsli düşüncə tərzinin başlanğıcı idi. Konkanın ideyası həm sadə, həm də çox ağıllı idi. Şəhərin mərkəzini sənaye və yaşayış bölgələri ilə birləşdirən, mövcud faytonlardan daha səmərəli və daha ucuz bir şəbəkə yaratmaq. Marşrutların coğrafiyası da buna görə seçilmişdi. Dəmir yol vağzalı, Bayıl, Şamaxınka və Nobel qardaşlarının sənaye zonası olan Qara şəhər istiqamətləri. Vağzal Bayıl, Vağzal Şamaxınka və Şamaxınka Bayıl marşrutları şəhərin yaşayış və iş mərkəzləri arasında əsas coğrafi körpü rolunu oynayırdı. Yəni Konka sadəcə nəqliyyat deyildi, Bakının sənaye ritmini daşıyan bir damar idi. Texniki bir detal var ki, bu hekayənin ən vacib gizli açarlarından biridir. Konka yollarının rels eni 1524 mm idi. Bu ölçü sonradan elektrikli tramvaya keçid zamanı hazır infrastruktur bazası yaratdı. Başqa sözlə Bakı 1889-da rels döşəyəndə əslində gələcək üçün də yol çəkirdi. O dövrdə bu uzaq görən bir seçim idi və şəhərin nəqliyyat arxitekturasında uzun illər öz izini saxladı. Konkanın gündəlik həyatı da maraqlı idi. Sərnişinlər həm vaqonun daxilində, həm də imperial adlanan dam hissəsində səyahət edə bilirdilər. Yay və qış vaqonları fəaliyyət göstərirdi. Hər vaqon bir sürücü, bir konduktordan ibarət ekipaj tərəfindən idarə olunurdu. Gediş haqqı cəmi 5 qəpik idi. Bu qiymət kütləvi nəqliyyatın hamı üçün əlçatan olmalıdır ideyasını göstərən detallardan biridir. Amma Konka dövrünün ən simvolik mədəni yeniliklərindən biri daha var. Bakıda ictimai nəqliyyatda siqaret çəkməyin qəti qadağan olduğu sistemlərdən biri kimi məhz Konka göstərilir. Bu qərarın iki səbəbi vurğulanır: yanğın təhlükəsizliyi və ictimai mədəniyyətin formalaşması. Yəni relsin üstündə təkcə vaqon getmirdi, şəhərdə davranış qaydaları da formalaşırdı. İctimai nəqliyyat etikası yaranırdı.